Necə gəlir ki, Tramp istəyir. Çünki istədiyini edib. Bütün nadir metallar ki yoxdur Ukrayna. Müqaviləni də imzalayıb, Zelenski imzalayıb. İndi sülh lazımdır ona. İndi ona sadəcə sülh lazım. Nobel sülh mükafatı 200 ildən sonra da bu xudafizləşir də hakimiyyətlə. Tarixdə düşsün ki, Avropanın 2-ci Dünya müharibəsindən sonra ən ağır münaqişəsinin müharibəsini o həll etdi. Onun üçün bu lazımdır. Rusiya rəsmiləri açıq deyirlər ki, əgər Tramp Ukrayna müharibəsinin bitməyini istəyirsə, sadəcə Ukraynaya peyk xidmətini dayandırsa və salam, Ukrayna müharibəsi qısa müddətdə bitəcək. Bunun da başqa bir yolunu da göstərmirlər. İstəsəydi söndürərdi də o. Söndürər deyəndə o bayaqdan biz Avropanın hərbi gücündən, nə bilim Almaniyanın potensialından danışırıq. Biz ki, tək elə ABŞ verir mi məlumatı? Avropa da ötürür onu. Siz elə təsəvvür olmasın ki, Birləşmiş Ştatların o kəşfiyyat məlumatı olmasaydı, onun olması gücləndirir təbii ki Ukrayna. Amma mənbə tək o deyil. Almaniya da verir, Fransa da verir. Fransanın da göydə Sputniklər var. Əgər Trump administrasiyası sülh istəsəydi, onda nəyə görə Avropa İttifaqının üzərinə çoxlu təzyiqlər eləyərdi? Onda nəyə görə Ukraynanın Avropa ilə bir yerdə hazırlatdığı 28 bəndlik planı 20 bəndliyə yendirərdi. Yəni bunların hamısı Rusiyanın əlinə oynamaq deməkdir və Rusiyanı iştaha gətirmək və Rusiyanı bir növ daha aqressiv davranmağa cəlb edir. Bəli. Sadəcə yəni Trump elə bir xətt yürüdür ki, üzr istəyirəm Tural müəllim, elə bir xətt yürüdür ki, Rusiyanın iştahı nə tam kəsilsin, nə də tam təmin olsun. Yəni Rusiyada bir tərəddüd qalsın ki, mən öz istədiyimə nail ola bilərəm. Bəlkə biraz da güzəştə getsəm ya getməsəm, bəlkə bu xətti davam eləsəm, mən ümidi qalsın ki, maksimum nəticələrə nail ola biləcək və davam eləsin. Verilişə sonradan qoşuldu, amma biz çıxışlarımızda Trumpdan misal gətirdi. Dedik ki, Trump dünyanı, necə cənab Erdoğan deyir, dünya 5-dən böyükdür. Trump dünya 5-dən böyük demir, dünya 5-dir. 5-dir. Və təsəvvür edin ki, o da nə Ukraynanın adı var, nə Avropa ölkələrinin adı var, o da Rusiyanın adını çəkir. Fransanın adını çəkmir, Almaniyanın adını çəkmir, Avropa İttifaqının adı yoxdur. Orada Moskvanın adını çəkir, Pekinin adını çəkir, fikir verirsiniz. Yaponiyada, Hindistanlı və özün deyir. Dünyanı 5-dən artıq görmür, yenə də 5 görür. Amma Təhlükəsizlik Şurasının daimi üzvləri vardı. Onlardan yerinə gəlib Yaponiya və eyni zamanda orada Hindistanın adı gəlib. Qalanların oyundan çıxarıb. Böyük Britaniya yoxdur orada. Təsəvvür edirsiniz. Fransa yoxdur orada. Belə bir dünyanı Trump deyir. O 5 düşüncəsin ki deyib, ona uyğunda addımlarını atır. Onda Amerika ilə Rusiyanın maraqları burada üst-üstə düşürsə, Trump Rusiyaya elə xüsusi bir meydan verirsə, onda nəyə görə münaqişəni bitirmirlər? Bitirsinlər də. Ona görə ki, Avropa özü bu dəqiqə fikirləşir ki, Avropada belə, mən düzü çox təəccüblü gələm, mən elə bilirəm ki, NATO o qədər güclüdür ki, o NATO özündə bu günləri gör nə qədər zəif təqdim edir ki, deyir, biz qorxuruq ki, Rusiya Ukraynada qalib gəlsə, onun iştahası, hədəfi, növbəti biz olacağıq. Bunlar Rusiyadan qorxmağa başlayıb. Bu nə yanlışdır? Bəs mən də ona görə də Ukraynada münaqişənin bitməsində maraqlı deyil də. Mən əksin fikirləşirdim. Deyirdim ki, Avropa ölkələri, NATO ölkələrinin ağlına da gəlməz ki, Rusiya kimdir ki, hansı dövləti ki, onlar hücum eləsin. Əksinə, indi onlar onun dərdini çəkirlər, onun problemindən danışırlar. Yəni, bu qədərmi zəifdirlər? Mən düzü belə təsəvvür etmirdim. Deməli, o yeni təhlükəsizlik strategiyasında ötən ilin dekabrında ona Trump təhlükəsizlik strategiyası demək olar. Çünki onun əsas strateji baxışları əsasında formalaşır. Beynəlxalq təşkilatlara qarşı olan mövqeyi ortadadır. Xüsusilə də Avropa İttifaqının özünün Avropaya və yaxın bölgələrdəki siyasətinin tətbiqi üçün maneə kimi görür və açıq da deyir. Avropanın qurum kimi qəbul edir Avropa İttifaqını. Ayrı dövlətləri isə yer ayırır. Amma doğrudan bu şəkildə yanaşmanın özündə olan gəlin qüsura baxır və Avropa İttifaqının qəbulü ona görə o beynəlxalq təşkilatların 66-sından çıxdı. Yaxşı, Avropa İttifaqını qəbul eləmir, amma bundan əvvəlki bütün Amerika administrasiyaları o ki Avropanı vahid görmək istəyirdi. Çünki o liberal dəyərlər, birgə blok, sonra transatlantik ticarət münasibətləri və s. bunu diktə eləyir və bunlar Rusiya qarşısında Vensin vitse-prezidentin siz Brüsseldə Münhendə fevralın 14-də çıxışını dinləmisiniz də. Alt-üst elədi Avropa İttifaqını. Dedi, antidemokratik rejimlərdir, hakimiyyətlərdir. Bizim dəyərlərimiz müxtəlifdir. Siz dəyərlərdən uzaqlaşmışsınız. Siz artıq Avropa dəyərlərindən uzaqlaşmışsınız. Açıq ittiham elədi. Mənim sual. 1,5 trilyon dollar ABŞ-ın hərbi büdcəsi olur. Sülh istəyən ölkənin büdcəsi. 1,5 trilyon deyil. Yox, növbəti dəfə. 1 trilyon. Bu dəqiqə 951 1 trilyona yaxındır. Bəs onda sülh istəyirsə bu kimə qarşıdır bu büdcə? Birləşmiş Ştatlarda. Birləşmiş Ştatlar görürsən ki, hətta öz müttəfiqləri ilə münaqişə vəziyyətini gözünün altına alır. Görmürsünüz, 14 nəfərlik nəsə göndəriblər. Nəinki ənənəvi düşmənləri, hətta ənənəvi müttəfiqlərinin içərisində özünə düşmənlər görür. Kimi? Kimi görürüz? Məsələn, Fransanı görürüz. Məsəl üçün deyirəm də, onun prezidentinin timsalında, danışığında və s.
Yəni gələcəkdə Bayaq axı Sahil müəllim dedi ki, onun prezidenti onun öz əlindədir, öz cibindədir. o deyir də. Amma elə deyil. Sahil müəllim demokratik düşüncənin Aydındır. pluralizmi baxımından deyir onu. Yox, amma əslində Fransadan mən inanmıram ki, qorxsun və yaxud da kimdənsə. Qorxsun yox, onunla birlikdə çıxış edir. Avropa İttifaqı tutaq ki, bu günləri Rizvan mənim bayaq dediyi o 800 milyardı, 800 milyard çox böyük vəsaitdir. Amerika Birləşmiş Ştatlarının elə hərbi büdcəsinə bərabər bir şeydir ki, dünya iqtisadi güclərinin biri də Avropa İttifaqı. 25% iqtisadi gücün Amma bayaq dedi, Səudiyyə Ərəbistanında pulu çoxdur, amma bunların başı O inkişafı müdafiə 80 sənayesi il qabiliyyəti ərzində yoxdur. qatıb. 80 il ərzində deyib ki, siz hərbə pul qoymayın. Sizi mən qoruyacağam. Avropa İttifaqının problemi bugün ondadır ki, Avropa İttifaqı ölkələrinin iqtisadi gücü var, hərbi baxımdan o potensial yoxdur.